Buyuruyor Peygamberimiz sallallahu aleyhi ve sellem, her aydan 3 gün oruç bir ilin orucuna beraberdir. La ilahe illallah. Düşünün. Bir ilin orucuna beraberdir. 3 gün oruç. Ve üstlerine düşün, her aydan 3 gün tutulur ve bu 3 gün Şaban ayındadır. Şaban ayında fəzilət üzerine gelir. Xeyr üzerine xeyr. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem Usame bin Zeyd'in hədisində gəlir. Dedi ki, ey Allah Resulü, neye göre seni Şaban ayında daha çok oruç tutan görürəm diğer aylara nispeten? O zaman buyurdu Peygamberimiz sallallahu aleyhi ve sellem, ne dedi? Çünkü bu ayda insanlar gafil olurlar. Yani ibadette biraz soyulurlar. Ve ben istəyirəm ki əməllerimin içerisinde oruç olsun. Neye göre? Çünkü Şaban ayında Uca Allah-u Teala, melekler ilin bütün əməllərini Şaban ayında Uca Allah'a kaldırarlar. Ona göre de yani fevralın 1'i, 2'si, 3'ü de tutabilirsen, 2'si, 3'ü, 4'ü de tutabilirsen veya da ki 1'i, 2'si, 3'ü, 4'ü, 5'i ardıcı da tutabilirsen, ne kadar çok tutsan o kadar savabdır. Rabbimize həmd olsun. Yani 3 gün orucu artık nedir? Sabahdan tutabilirsiniz, ayın ikisinden de tutabilirsiniz. Rabbimize həmd olsun. Həqiqətən oruç ibadeti çok möhtəşəm ibadettir. Şaban ayında tutulan oruç Ramazan ayına hazırlıqdır. Həftənin 1-ci, 4-cü gün oruç tutmaq üstəlik gözəldir. Hem 1-ci, 4-cü gün orucu var, hem Şabana her aydan 3 gün oruç. Bəzən bu oruç her aydan 3 gün oruç 1-ci günə düşür, 4-cü günə düşür. Yani savab üzerine savab. Allah'a həmd olsun. Savab üzerine savab. Hem 1-ci günə də təsadüf edir, hem üstəlik Şaban ayı. Yani ne kadar müstəhab oruç tutsanız o kadar rahattır. Əsas məsələ nədir? Bugün bir neçə gözəl mövzuya toxunaq. Deyək ki, Allah Teala'dan rahatlığın nazil olması. Bakın, çok önemlidir. Allah Teala kullarına öz sükunetini, rahatlığını endirər. Kimler buna layıqdır? Elbette buna kazanmak lazımdır. Ve bunu kime Allah Teala öz rahatlığını, sükunetini endiripse o insan en xoşbəxt insandır. Bakın. Deyək ki, Allah Kur'an-ı Kerim'de suallar sonra, xahiş edirəm, dərsdən sonra. O Allah'tır ki, müminlerin kalbine arxayınlıq endirdi ki, imanları üzerine iman artsın. Buna deyirlər ki, sükune, yani arxayınlıq, rahatlıq. La ilahe illallah. Ve bunu kimler kazanırlar? Rabbimize həmd olsun. Gələcək. Yani insanın hayatı bəzən qəlbi sarsıdan çətinliklər və sınaqlarla dolu olur. Bu onlarda baxışlar qarışır belə olanda, hətta müdrik insan belə çaşqın qala bilir. Belə vaxtlarda insanın qəlbini möhkəmləndirən, ağlını aydınlaştıran və dilinə səbir verən bir dayağa ehtiyac duyur. Bu da Rabbindən ona arxayınlığın nazil olmasıdır. Allah Teala bunu adlandırdı? Əs-səkinə, yəni sükun, rahatlıq deyirlər. Rahatlığın, arxayınlığın insan nəfsini sakitləşdirir, qəlbinə aram verir və həyatın qorxuları ilə, ağrı anları ilə möhkəm qəlblə üzləşməsinə kömək olur. Ona görə nədir? Baxın, zamanımızda bir çox insan var ki, xəstəlikdən əziyyət çəkir. Müasir psixoloji xəstəliklərin artması, yəni çox-çox növləri artıb. Bu xəstə əlamətləri insanın daxilində müxtəlif psixoloji bozuntular şəklində ortaya çıxır. Narahatlıq, qorxu, depresiya, səbəbsiz kədər, əsəb sarsıntıları. Bütün bunlar insanın həyatın çətinlikləri və sarsıdıcı hadisələri qarşısında aciz qalmasının nəticəsidir. Sualına cavab verəcəm qurtuluş barəsində. Biz cavab verdik qurtuluşdan, sənə də ondan qurtula bilməmsən. Müasir tibbdə bu hallar üçün, yəni görürsən, çarələr axtarırlar. Hətta psixologiya və sosiologiya sahəsində çalışan mütəxəssislər də bu təhlükəli vəziyyət qarşısında çox vaxt aciz qalırlar. Bu hallar dünyanın müxtəlif yerlərində sayısız, hesabsız insanları təsir altına almışdır. La ilahe illallah. Ona görə əgər insanlar Quran-ı Kərimə qayıtsaydılar və onun ayələri üzərində düşünsəydilər, bu təhlükəli xəstəliklər üçün ən təsirli və şəfa verən müalicəni orada tapardılar. Quranda elə ayələr var ki, insanı bu cür ruhi xəstəliklərdən qoruyan uca bir mərtəbədən, yəni rahatlığın, arxayınlıqdan bəhs edir. Bu Allah müminin qullarının qəlbinə qorxu anlarında endirdiyi bir arxayınlıqdır, sükun edirlər buna. Bu arxayınlıq onların imanını artırar və qəlblərinə möhkəm dayaq olar. Deməli, Qurana qayıtmaq lazımdır. Sıxıntın, kədərin, problemlərin varsa. Baxın, nə deyib İbn Qeym rahimehullah? Sükunə qəlbə endikdə, arxayınlıq qəlbə endikdə qəlb aram tapar. Bədən üzvləri sakitləşər. Baxın. Bədən üzvləri sakitləşər. İnsan üzərinə rahatlıq ener. Dil, hikmət və düzgün sözlə danışar. İnsan boş və çirkin sözlərlə faydalı və gözəl sözləri ayrı edə bilər. Əgər Allah'tan ona arxayınlıq endirirsə. Allah bu sükunəti bəndəsinin qəlbinə endirdikdə o artıq sarsılmaz. Qarşısına çıxan heç bir şey onu yolundan döndərə bilməz. Onun imanı artar, yəqinliyi möhkəmlənər və sabitliyi nədir? Güclənər. Onun ki, Uca Allah Quran-ı Kərimdə bir neçə ayədə zikr edir. Onlardan biri də müsəlmanların ən çətin və həlledici anlar yaşadıkları vaxtlarla bağlıdır. Allah Teala buyurur, baxın, Huneyn döyüşü haqqında Allah Quran-ı Kərimdə buyurur. Huneyn döyüşündə sahabələr çox idilər bu dəfə Məkkə fəthindən sonra. Amma nə dedilər?
Bugün biz 10 bin nəfərdən çoxuq. Məğlub olmarıq. O gücə güvəndilər. Allah onları döyüşün əvvəlində məğlub elədi. Sonra yardım etdi ki, bilsinlər ki, güc deyil, Allaha güvənmək lazımdır. Baxın, nə deyir Allah Quran-ı Kərimdə? Yer üzü bütün genişliyinə baxmayaraq sizə dar gəldi. Allah Quran-ı Kərimdə buyurur. Tövbə surəsi 25-ci ayə. Amma altına buyurur, məhz bu çətinlə də Allah öz rəsuluna, möminlərin üzərinə arxayınlıq endirdi. Onların ayaqlarını möhkəmləndirdi, qəlblərini sakitləşdirdi və qorxunu aradan qaldırdı. Sonra nə deyir? Sonra Allah öz rəsuluna, möminlər üzərinə sükunəti endirdi və sizin görmədiyiniz ordular göndərdi. Nə deməkdir ordular? Yəni mələklər göndərdi. Ona görə sıxıntı anında Rəbbinə güvən. Və deyək, ey Rəbbim, qəlbimə arxayınlıq endir. Sükun edirlər buna. Allah arxayınlıq endirsə, o zaman heç bir sıxıntı, qəm, kədər, depresiya, problem səni üzməyəcək. Ona görə, baxın, həmçinin Peyğəmbərimizin başına gələn nədir? Hadisələr. Həmçinin Hudeybiyyədə kafirlər hiddətlənib, müsəlmanları qorxutduqları zaman Allah mömin qulların qəlbinə rahatlıq endirdi. Onları möhkəmləndirdi. Ona görə Quran-ı Kərimdə bu ayələri düşünmək lazımdır. Nə ayələrdir? Allah öz rahatlığını endirdi, sükunətini endirdi. Yəni bunun qaynağı nədir? Uca Allah Teala. Yəni qəlbi möhkəmləndirən kimdir? Uca Allah Teala. Daim qəlbini Rəbbinə bağla. Deyək ki, ey Rəbbim, mənim qəlbimə arxayınlıq endir. Qəlbimi topla. İlahi Allah. Qəlbimə güc ver. Subhanallah. Ona görə baxın, hətta Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Xəndək döyüşündə nə edirlər? Xəndək qazıyırlar. Və xəndək qazıyarkən nə deyirlər? Allahım, sən olmasaydın biz doğru yolu tapmazdıq. Nə sədəqə verərdik, nə də namaz qılardıq. Bizim üzərimizə sükunət endir, arxayınlıq endir. Və qarşılaşdığımız zaman ayaqlarımızı möhkəm saxla. Həqiqətən, yəni, onlar bizə hücum etdilər və sən bizi qoru. Ona görə nədir? Daim Allah Teala'dan rahatlıq istə. Qəlbini möhkəmliyini istə. Allah onu endirsə, o zaman nədir? Sən bu dünyada xoşbəxt olacaqsan. Subhanallah. La ilahe illallah. Həmçinin baxın, Allah da Quran-ı Kərimdə o bəzi ayələr üzərində insan gələ düşünsün. Allah da bizlərə nə mesajlar verir? Və aleykumussalam, sualları saxlayın. Görürsün, mən danışam, yazır sizə. Allah da buyurur Quran-ı Kərimdə, bir mesaj da oxuyağın inşallah. Rəbbimizin bu ayəsini oxuyağın, dərk edəyin və bu ayələrlə həyatımızda yaşamaq lazımdır. Bu ayələri həyatımızda tətbiq etmək lazımdır. Baxın, bu ayələrdən birisi nədir? Əl-İmran surəsi 139-cu ayə. Nə deyir Allah Teala? Nə deyir ayə? Allah da Quran-ı Kərimdə? Zəifləməyin, kədərlənməyin. Əgər möminsinizsə, siz üstün olacaqsınız. La ilahe illallah. Nə gözəl bir ayə. Əl-İmran surəsi 139-cu ayə. Nə deyir Allah bizlərə? Zəifləmə, kədərlənmə. Əgər möminsinizsə, sən üstünsən. Sən Allaha iman gətirmirsən. Allah Teala səni milyardlarla insan içərisindən iman nemətini verib. Rəbbinə iman gətirmirsən. Həm də olsun ki, Rəbbimizə ateistlərdən, Allahı inkar edənlərdən deyilsən. Subhanallah. Yəni, bu ayə bizə nə deyir? Gözəl düşünək. Həyat sınaqlar və mübarizə meydanıdır. İnsan burada səhərdən axşama qədər çalışır. Məqsədlərinə çatmaq, arzularını reallaşdırmaq istəyir. Bu yolda bəzən büdrəyir, bəzən uğursuzluqla üzləşir, bəzi mərhələlərdə çətinliklər yaşayır. Amma doğru mövqe odur ki, insan bu dayanacaqlarda uzun müddət ilişib qalmasın. Rəbbinə güvən. Uğursuzluq son deyil, əgər bugün bir şey başına uğursuzluq gəlibsə. Əksinə, onu düzgün oxuyan insan üçün yeni bir başlanğıcdır. Ayağa qalxıb yoluna davam edən, yaşadıklarından dərs alan insan bu təcrübələri özü üçün bir pillə edir və uğura doğru daha güclü addımlarla irəliləyir. Yəni, heç zaman məyus olma başına gələn hadisələrə görə. Subhanallah. Çünki insan həyat yolu boyunca müxtəlif imtihanlarla üzləşir. Bu sınavlar uca Allahın qullarına olan bir hikmətidir ki, bununla pis ilə yaxşını ayırsın. Doğrunu yalandan seçsin. Səbr edəni aciz olandan, şükr edəni nankördən fərqləndirsin. Bu dünya yarış meydanıdır. Yəni, həyat bir tək çizgi üzərində getmir və bir vəziyyətdə qalmır. O ümidlə ağrının, uğurla uğursuzluğun, qələbə ilə məğlubiyyətin, güclə zəifliyin, sevinç və kədərin bir-birinə qarışdığı bir yoldur. Yəni, Allah da bu dünyanı belə yaradır. Bu mütləq olacaq. Allah da buyurur, siz mütləq haldan hala keçəcəksiniz. İnşiqaq surəsi 19-cu ayə. لَتَرْكَبُنَّ طَبَقًا عَلَى طَبَقٍ. Siz mütləq haldan hala keçəcəksiniz. Bu Allahın yaratdığı bir qaydadır dünyada. Bəzən insan bir işdə uğursuz olur, bir layihədə büdrəyir və ya böyük bir çətinliklə qarşılaşır. O zaman dünya ona dar gəlir, ümidləri sönür, qaranlıq hər tərəfi bürüyür, bu uğursuzluğu son hesab edir. Arzuların bitdiyini düşünür, ağ bayraq qaldırır, çalışmaqdan əl çəkir və peşmanlıqla kənara çəkilib oturur. Bu insan doğru insan deyil. Halbuki Allah Resulü da, baxın Peyğəmbər də
Həyatında ard-arda ağır sınaqlarla qarşılaşmışdı. Çətinliklər görmüş, müsibətlər yaşamışdı. Amma nə sarsılmış, nə də ümidini itirmişdi. O bu dünyaya yetim olarak gelmişti. Sonra anası dünyasını değişti. Daha sonra onu koruyup saklayan babası Abdülmuttalib vefat etti. Ardınca dayak olan əmisi Əbu Təlib'i yitirdi. Üstelik en çetin dövrlerde ona dayak olan hayat yoldaşı Xədicə dünyasını değişti. Bütün bunlar xüsusilə dəvət yolunda təzyiq ve böhtanların en ağır vaxtında təsadüf edildi. Bu tərəfdən də Məkkə müşriklərin neyi? Sıxışdırması. Bu çətinliklər Allah Resulü sarsıtmadı. Əksinə onu daha çox möhkəmlik, səbir, əzm, qətiyyət verdi. O haqq yolunda çalışmağa, dəvəti davam etdirməyə davamlı oldu. Allah Teala isə ona neynədi? Ona en güzel əvəz verdi. Yetim ikən himayə etdi, yoxsul ikən varlandırdı. Çətinlikdən sonra qüdrət və yardım bəxş etdi. Subhanallah. Uca Allah buyurur. Bakın Duha suresini okuyun. Ey sıxıntısı kədər olan. Ne deyir? Səni yetim ikən tapıb sığınacaq vermədi mi? Səni yolunu azmış ikən tapıb doğru yola yönətmədi mi? Sən kasıb ikən tapıb səni varlandırmadı mı? Allah'ın nimətlərini yada salır Peyğəmbərimizə. La ilahe illallah. Uhud döyüşündə müsəlmanlar məğlubiyyətin acısını daddıqdan sonra kədər və sıxıntı onların qəlbini bürüdü. Bəli. Sevdiklərini itirmələri onları sarsıtmışdı. Lakin Kur'an-ı Kerim bu vəziyyəti müalicə etdi. Müsəlmanlara bu cür hallarda necə davranmağı öyrətdi. Əl-İmran surəsindən ayələr nazil oldu. Vəziyyəti düzgün dəyərləndirildi. Müalicə göstərildi. Ruhlar dirçəldi. Ümidlər yenidən oyandı və gələcəyə doğru addımlamaq üçün güc verildi. Yəni keçmişin acı dərsləri unudulmadı. Amma onların da əsiri olunmadı. Keçmişdə çox insan ola bilər. Keçmişə ilişib qalma. Ona göre Uhud'dan sonra mümin kullarına hitap edin ne buyurdu Allah Teala? Zayıflemeyin, kederlenmeyin. Eğer iman getirmişsinizse üstün olan sizsiniz. El-İmran suresi 139. ayet. Bakın bu ayet onların kalbindeki sıkıntını aradan kaldırdı. Çünkü keder insana yorgunluğu getirir. İlerlemeye mani olur. Ruhu zayıfledir. Ümitsizliğe yol açır. Bu ise müminle yaraşan hal değil. Onlar Allah Resulüne itaat ettiler. Məğlubiyyət onları yeniden döyüşten saklamadı. Yeniden toparlandılar. Ve dediler ki hasbunallah ve ni'mel vakil. Allah bize kifayetli